Puzla Mat 2 kitabından ikinci dereceden denklemler test 2 sual izahlarına baxaq. Bir nömrəli sualda kvadrat tənliyi verir. Həllər küməsi x1, x2'dir və köklər bir-birinə eşittir. O zaman həmin kvadrat tənliyin ikinci dereceden denkləmin diskriminantı sıfıra eşit olmalıdır. Gəlin o zaman diskriminantı hesablayaq. D bərabərdir b kvadratı eksi 4ac. B'nin yerində dayanır 16. Yazarıq 16 kare eksi 4 çarpı a çarpı 32 eşittir 0'a. 16 kare eşittir 4 çarpı 32 çarpı a'ya. Buradan a'nı tapsaq 16 kare bölünsün 4 çarpı 32'ye. 16'nı yazaq 16 çarpı 16. Payda da 4 çarpı 32. 32 ile 16 gedər ixtisar. Payda 1, payda da 2. 4 ile 16 gedəcək ixtisar. Payda da 1, payda 4 qalar. 4 bölünsün 2 eləyəcək 2. Bir nömrəli çalışmada cavab olacaq 2Y variantı. Baxaq 2 nömrəli çalışmaya. Yenə denkləmin kökləri eşitdir. O zaman diskriminant sıfıra bərabər olmalıdır. Onda yazarıq D bərabərdir m eksi 3 kare eksi 4 çarpı m eşittir 0. Parantezi açsaq m kare eksi 6m artı 9 eksi 4m eşittir 0. M kare eksi 13m artı 9 eşittir 0. Şagirdlər bu nə deməkdir? M'in köklərinin hasili deməkdir. Zaten aldığımız bu ikinci dereceden denklemde 9 M1 və M2'nin hasilini verəcəkdir. Yəni köklərin hasilini verəcəkdir. Onda köklər hasili 9'dursa cavabımız da olacaq 9A variantı. 3 nömrəli çalışmaya baxaq. Yenə denkləmin kökləri eşitdir. Diskriminant sıfıra eşit olacaq. D eşittir a eksi 4 kare eksi 4 çarpı 4 eşittir 0. A eksi 4 eşittir 16. A eksi 4 kare eşittir 16. Birinci halda alarıq. A eksi 4 eşittir 4. İkinci halda alarıq. A eksi 4 eşittir eksi 4. Birincini həll etsək a eşittir 8. Kökün biri 8. A2 eşittir eksi 4 artı 4'ten 0. Kökləri cəmi soruşulur. Köklərin biri 8, digəri 0. 8 artı 0 eləyəcək 8. Cavab olacaq Y variantı. 4 nömrəli çalışmaya baxaq. X kare eksi a eksi 3x artı a eşittir 0. Yenə köklər eynidir. O zaman diskriminant eşittir 0. Yazarıq D eşittir a eksi 3 kare eksi 4 çarpı a eşittir 0. A kare eksi 6a artı 9 eksi 4a eşittir 0. A kare eksi 10a artı 9 eşittir 0. Bu tənliyin köklerine baxacaq olsaq, kökləri hasili x1 çarpı x2, daha doğrusu a1 çarpı a2 eşittir 9. Bizden de zaten a'ların kökleri hasilini soruşur, yani 9'u soruşur. Zaten bu da a1 çarpı a2 deməkdir. a1 çarpı a2'nin 9 tapdıq. Cavab olacaq B variantı. 5 nömrəli çalışmada yine kökler, denklemin kökleri eynidir. Diskriminant sıfıra eşittir. O zaman 2 çarpı m artı 1 kare eksi 4 çarpı 4m artı 1 eşittir 0. O zaman açaq parantezləri açaq, sadələşdirək. 4 çarpı m kare artı 2m artı 1 eksi 16m eksi 4 eşittir 0. 4m kare artı 8m artı 4 eksi 16m eksi 4 eşittir 0.
4m kare 8m'den 16m çıxsaq, eksi 8m artı 4 eksi 4 gedəcək, 0 qalacaq. Aldıq 4m kare eksi 8m eşittir 0. 4m'i parantez dışarısına çıxarsaq, alarıq m eksi 2 eşittir 0. M eşittir 0, M eşittir 2. Şərtdə M'i pozitif tam sayı verdiğine göre M eşittir 0 kök değil. M'in 2 qiyməti olacaq doğru cavabımız. 6 nömrəli çalışmada denklemin iki farklı kökü varsa M için aşağıdakilerden hangisi doğrudur? İki farklı kök D büyüktür 0 halında doğru idi. Yani diskriminant 0'dan büyük olmalıydı. Onda yazarıq 64 eksi 4 çarpı 2m çarpı 1 büyüktür 4. 64 qalsın öz yerində. Eksi 4 çarpı 2m'i sağ tərəfə keçirək. Alarıq 8m. Yerini dəyişək. 8m kiçikdir 64 yazarıq. Hər tərəfi bölsək 8'ə. M kiçikdir 8. M kiçikdir 8 və yaxud 8 böyüdür M. Eyni şeydir. Sadəcə olaraq yerini dəyişdikdə işarə dəyişir. Cavab olar C variantı. 7 nömrəli çalışmada denklemin iki farklı kökü varsa aynı sualdır. O zaman diskriminant büyük olmalıdır 0'dan. O zaman b kvadratı yani 6'nın kvadratı eləyəcək 36 eksi 4 çarpı m büyüktür 0. 36 büyüktür 4m kvadrat. 4m kvadrat kiçikdir 36. M kare kiçikdir 9. Həllər çoxluğu necə olacaq? M kiçikdir 3'dən, M büyüktür eksi 3'dən. Cevap olacaq Y variantı. 8 nömrəli çalışmada yenə deyir tənliyin iki farklı kökü varsa B'nin en büyük tam sayı değeri kaç olabilir? Diskriminant büyüktür 0. B'nin yerində eksi 4 dayanır. C'nin yerində B artı 2 dayanır. Onda yazarıq 16 eksi 4 çarpı B artı 2 büyüktür 0. 16 büyüktür 4 çarpı B artı 2. Her tarafı 4'e bölsək 4B büyüktür B artı 2 artı 2'ni sol tərəfə keçirsək 4 eksi 2 büyüktür B. 2 büyüktür B. B kiçikdir 2. Ədəd oxuna gətirək yazaq. B 2'dən kiçik tam sayılardır. 2 qiymətini ala bilmirsə 2'dən sol tərəfdə en büyük tam qiymət olacaq 1. Sualımızın cevabı olacaq Y variantı. 9 nömrəli çalışmada deyir həllər çoxluğu boş çoxluqdur. Deməli diskriminant 0'dan kiçik olmalıdır və yaxud delta kiçikdir 0'da işarə eləyə bilərik. Onda yazarıq 6'nın kvadratı 36 eksi 4 çarpı m çarpı 3 kiçikdir 0. 36 kiçikdir 12m. 12m büyüktür 36. M de büyüktür 3. Ədəd oxuna gətirək yazaq. 3'dən böyük ədədlər olmalıdır. 3 qiymətini ala bilmir. Sağ tərəfdən böyük tam qiymət olacaq 4B variantı. Yenə həllər çoxluğu boş çoxluqdur. Kvadrat tənliyin o zaman diskriminant kiçikdir 0 olmalıdır. Diskriminantı hesablasaq 2a eksi 1 kare eksi 4 çarpı a artı 1 kiçikdir 0. 4a kare eksi 4a artı 1 eksi 4a kare eksi 4a kiçikdir 0. Müsbət 4a kare, mənfi 4a kare islah olunacaq. Eksi 8a artı 1 kiçikdir 0.
Eksi 8a'nı keçirək sağ tərəfə. 1 kiçikdir 8a. O zaman 8a böyükdür 1. A da buradan neçədən böyük olar? 8-də 1-dən böldük hər tərəfi 8-ə. Cavab olacaq Y variantı. 11 nömrəli çalışmaya baxaq. Yenə həllər çoxluğu boş çoxluqdur. Deməli diskriminant 0-dan kiçik olmalıdır. O zaman 4a kare eksi 4 çarpı 4 kiçikdir 0. 16a kare kiçikdir 16. A kare kiçikdir 1. A kare kiçikdir 1'dirsə, o zaman həllər çoxluğu olar. A kiçikdir 1, A böyükdür -1. Yəni Y variantı. Əslində bunun izahı da var, nəyə görə belədir. A kare, sağ tərəfdəki 1'i keçirərik sol tərəfə. A kare eksi 1 kiçikdir 0. Parçalasaq, müxtəsər vurma düsturuna görə A eksi 1 çarpı A artı 1 kiçikdir 0. Ədəd oxunda gətirək işarə eləyək -1 və 1 aralığını. Birdən böyük ədədlər qoysaq müsbət, mənfi, müsbət. Bizdən kiçikdir, yəni mənfi olan aralığı soruşur. Mənfi olan aralıqda -1, 1 aralığıdır. Ona görə cavab olacaq Y variantı. 12 nömrəli çalışmada köklər bir-birinə eşitdir. O zaman diskriminant eşit olmalıdır 0'a. Yazarıq A eksi 2 kare eksi 4 çarpı 16 çarpı 4 eşittir 0. A eksi kare A eksi 2 kare eşittir 16 kare. Birinci halda alarıq A eksi 2 eşittir pozitif 16'ya. İkinci halda alarıq ki A eksi 2 eşittir negatif 16'ya. Birincidən həll etsək A1 eşittir 18'ə. İkincini həll etsək A2 eşittir eksi 14'ə. Bizdən A'nın alabileceği qiymətləri cəmi soruşur. 18 artı eksi 14 eləyəcək 4 Y variantı. 13 nömrəli çalışmaya baxaq. Denkləmin kökləri yenə eynidir. O zaman diskriminant 0'a eşit olmalıdır. Yazarıq A artı 1 kare eksi 4 çarpı 4 çarpı 25 eşittir 0. A artı 1 kare eşittir 16 çarpı 25. Birinci halda alarıq A artı 1 eşittir müsbət 4 çarpı 5. İkinci halda alarıq A artı 1 eşittir eksi 4 çarpı 5. Birincini həll etsək A eşittir eksi 19. Daha doğrusu pozitif 19, müsbət 19. İkinci halda alarıq ki eksi 21'ə bərabərdir. A'nın pozitif real sayı olduğunu deyirsə, eksi 21 kök değil. Nəyə bərabərmiş? 19'a bərabərmiş. Cavab olur Y variantı. 14 nömrəli çalışmaya baxaq. Köklərin biri x1'dir, digəri 3'dür. Bizdən A'nı soruşur. Onda gətirib köklərin birini yerinə yazsaq, şərt ödənməlidir. Gətirək hardakı x görürük, yerinə yazaq 3. 3 kare eksi 6 çarpı 3 artı 2a eksi 5 eşittir 0. 9 eksi 18 artı 2a eksi 5 eşittir 0. Eksi 9 artı 2a eksi 5 eşittir 0. 2a eşittir 9 çarpı 9 artı 5 eləyər 14. A eşittir 7. Cavab olacaq C variantı. 15 nömrəli çalışmada yenə köklərin biri x1 və 2'dir. 2'ni getirsək yerinə yazsaq tənliyi ödəməlidir. 2 kare eksi a artı 2 çarpı 2 eksi 16 eşittir 0. 4 eksi a 4 eksi 2a eksi 4 eksi 16 eşittir 0. 2a'nı sol tərəfə keçirsək eksi 4 artı 4 islah olunacaq. Eksi 16 eşittir 2a alarıq. Hər tərəfi də 2'yə bölsək a eşittir eksi 8. Cavab olacaq A variantı. 16 nömrəli çalışmada köklər x1 və 1'dir. Gətirək 1'i yerinə yazaq. O zaman şərt ödənməlidir, təmlik ödənməlidir.
1 kare artı 2 a eksi 1 çarpı 1 eksi 10 eşittir 0. 1 artı 2a eksi 1 eksi 10 eşittir 0. Pozitif 1 eksi 1 islah olunacaq. 2a eşittir 10 qalar. Eksi 10'u keçirdik sağ tərəfə. A eşittir pozitif 5. Cevap olacaq Y variantı.